Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən birinci blok imtahanlarına qeydiyyat aktiv edilmişdi. Qeydiyyat 16-29 aprel tarixləri ərzində həyata keçiriləcək. İndi sizə necə qeyddən keçmək lazım olduğunu göstərəcəm. İlk öncə Google axtarış sisteminə daxil oluruq və burada axtarış yerinə Dimqovaz yazırıq və daha sonra ekrana çıxan birinci hissəyə daxil oluruq. Görürsünüz burada bakalavriat 1-ci, 4-cü qruplar. Bunun üzərindən vururuq və burada bizdən sağ küncdə görürsünüz şəxs kabinetinin istifadəçi parol yazır. Ora daxil olmaq lazımdır və biz bura daxil oluruq və burada bizdən istifadəçi soruşur. İstifadəçi adı sizin fin kodunuzdur. Siz şəxs kabineti yaradan zaman bilirsiniz ki, vəsiqənizdə fin koddan istifadə etmişdiniz. İndi mən sizə göstərim ki, köhnə və yeni vəsiqələrdə fin kod hansıdır? Köhnə şəxsiyyət vəsiqələrində fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılmış, xüsusi işarələnmiş 7 rəqəmli simvoldur və ən son təqdim olunan şəxsiyyət vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvollardır. Və indi biz müvafiq olaraq bu fin kodumuzu uyğun xanaya daxil edək. Və indi biz fin kodumuzu müvafiq xanaya daxil edərək davam et düyməsini sıxırıq. Daha sonra bizdən parol soruşur. Parol siz şəxs kabineti yaradan zaman təyin etdiyiniz parolüdür. Həmin parolü artıq biz bura daxil edirik və daha sonra daxil düyməsini sıxırıq. Və indi ekranda görürsünüz artıq abituriyentin elektron ərizəsi çıxır və burada ixtisas qrupunun üzərindən vuraraq siz seçirsiniz hansı qrup istəyirsinizsə həmin qrupu seçirsiniz. Namizəd 3-cü qrupun DT, yəni dil ədəbiyyat alt qrupunu seçir, dil tarix və biz bu qrupu seçirik və təbii ki, hansı qrupu seçsəz onu seçirsiniz. Əgər hər iki həm DT həm TD seçsəz 11-ci siniflərə 30 manat, məzunlara 80 manat ödəniş tələb edilir. İndi biz 11-ci sinifik, ona görə 3-cü qrup DT alt qrupunu seçirik və burada ərizəni təsdiq edirik və təbii ki, ərizəni təsdiq edəndə biz 11-ci sinif olduğumuza görə bizdən ödəniş tələb etmir və burada razıyam ərizəni təsdiq et düyməsini sıxırıq və ekranda belə bir yazı gəlir. Bunu 5 ulduz vura bilərsiniz. Yəni istəyə uyğun olaraq seçirsiniz və indi biz 5 ulduz vuraraq göndər düyməsini sıxırıq və artıq bizim ərizəmiz təsdiq olunmuş olur və görürsünüz artıq biz 5 saniyə gözləyirik və daha sonra bizim ərizəmiz təsdiq olunur. Aşağıda görürsünüz yazıb məlumat təsdiq olundu. Ərizəmizin təsdiq olunduğuna baxa bilərik. Yaxud da ki, yuxarıda sağ küncdə görürsünüz yazıb elektron ərizəni çap et. Bunu Chrome-la daxil olun. iPhone-da Safari-də açmır. Chrome-la daxil olub, orada ərizəni çap et üzərindən vuranda belə bir hissə asılır ki, yəni biz artıq ərizəmizi təsdiq eləmişik və burada görürsünüz qrupumuzda qeyd olunmuşdur. Və bunu çap etməyə ehtiyac yoxdur. Bu sadəcə sizin blok imtahana gedəcəyinizi göstərir. Yəni bunu bloka aparmırsınız. Siz artıq bilirsiniz blok imtahanları müvafiq olaraq birinci qruplar üçün, 4-cü qrup və digər qruplar üzrə ekran tarixlər göstərir. Həmin bu imtahana gedəndə ən az imtahanı 5 gün qalmış Dövlət İmtahan Mərkəzi tərəfindən imtahana buraxılış vərəqəsi Dimqovaz saytına yerləşdirəcək. Siz imtahana gedəndə onu çıxardıb aparacaqsınız. Yəni bu bayaq göstərdiyim elektron ərizəni çap etməyə ehtiyac yoxdur. Siz də bu şəkildə öz ərizənizi təsdiq edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.